Qəribə də həmişə deyirik, Şeyx Raslan deyirdi, insanlar pomidor almağa gedəndə bu elmdən istifadə edirlər, cəhdədir elmi. Girir bazara, qardaş deyir, Şeyx onun yanına gedmə, o tərəzidə Allahdır. Tanımır ha onu. Və onun yanına get, o əmindir. O sənin sumkan da yanında qalsa qaytaracaq, pulunu atmayacaq. O cərh elədi, bunu tədil edib bazarda. Yaxşı, birdən qardaşın deməsə, gedib alsan, sənə atsa o pomidor satan, Allah atsa. Qardaş səni desə ki, qardaş, mən bilirdim, demədim sənə, qorxdum ki, birdən qeybət olar. Deyə də qardaş, nə danışsan, denən də anladın məni. Yəni pomidorlarını deyir ki, cərh elə. Dinə gəlində deyir ki, sakitdir, fitnədir, həddadi olma. Onlar həyatda tətbiq edirlər. İşlərində, ailələrində, qız verəndə, qız alanda, hamı cəhdədin eləyir. Özdə doğru danışanların sözünü götürüblər. Məsələn, etibar eləyir sənə, sənin sözünü tez götürür. Deyirsən ki, məsələn, ona qızını vermə, o xarabdır. Deyirsən ki, niyə qızı vermə? Deyir, qardaş var da, etibarlı qardaş, mən onu tanıyıram. O deyir ki, ona vermə. Gel araşdırmadı o kimdir. Alimlərin sözünü deyəndə ki, qardaş, alimlər deyir ki, Allah Subhanahu buyurur ki, fasik sizə bir xəbər gətəndə araşdırın. Alimləri fasik elədi. Öz qardaşının 5-6 il, o elədi şey, siqa. Bu zəlalətdir, qardaşlar.